Selamun Aleyküm kardeşler. Uhud Muharebesi hakkında hamınızın malumatınız var. Uhud Muharebesindeydi ki Hamze-i Şühedâ şehadete getirildi. Ve Uhud Muharebesindeydi ki bazı sahabeler Hazreti Peygamber'i dövüş meydanında tehlikeli şeraitte düşmanla üz yüze koydular. Dağ keçi kimi dağa kaçtılar. Bunlar tarihte meşhurdur. Ve haman dövüşteydi ki Hazreti Peygamber Zülfikar kılıncını Hazreti Ali Aleyhisselam'a verdi. Ve Hazreti Aleyhisselam kafirleri cehenneme vasıl edildi. Ve haman dövüşteydi ki nida geldi. Hatiften ses eşidildi ki La seyfe illa Zülfikar, yani Zülfikar'dan başka kılınç yoktur. Ve la feta illa Ali. Ali'den başka cavan yoktur. Bunu Tabari tarihinde getirip, bunu Eziluni Keşf-ül Hifa'da getirip, bunu İbn Hişam, Sire-i İbn Hişam'da getirip ve başka ehl-i sünnet mənbələrində gelip. Aya göre sen bu İbn Teymiye'nin şagirdi İbn Kesir ki var ha, Vahhabilerin iddiasının bir nömrəsi bunlara qayıdır. Görürsən bunlar da böyle şeyleri eski kitaplarında getiriblər ya yok. Bunların da tarihi kitapları var. Bakın İbn Kesir, İbn Teymiye'nin şagirdidir. Bunun bir kitabı var, Es-Siretun Nebeviyye. Bu kitabın 3. cildinin 94. seviyesinde yazır. Yazır ki Kale İbn Hişam. İbn Hişam öz kitabında yani Sire-i İbn Hişam'da nəql eləmişdir. İbn Hişam 218'de vefat eləmiş əhl-i sünnet alimidir. Təbəridən qabaq yaşayıb. 218'de vefat edib İbn Hişam. İbn Kesir yazır ki İbn Hişam öz sirəsindən yani Sire-i İbn Hişam'da nəql eləmişdir. Və Seyf-i Resulillah hazı huvə Zülfikar. O Zülfikar kılıncı Peygamber salavatullah idi. Uhud'da verdi Hazreti Ali'ye. Ve haddesani bazı ehl-i ilim an İbni Abi Necih. Ve İbn Hişam demiştir ki bazı ilim ehli İbni Abi Necih'ten bile nakl ediblər. Ki o demiştir. Uhud muharebesinde nada munadin yavma Uhud. Uhud muharebesinde bir nefer bir ses eşitildi. Bir nida geldi semadan. La seyfe illa Zülfikar. Zülfikar'dan başka kılınç yoktur. Burada İbn Kesir nöktəni koyuyor. Axı bunu nəql edib İbn Hişamın sirəsindən biz ora müraciət eləyəndə görürük ki İbn Hişam sirəsində yazıb ki bəli nida geldi ki Zülfikar'dan başka kılınç yoktur, Ali'den başka cavan yoktur. Ama İbn Kesir ondan nəql edir, yarımçı getirir. Yazır ki Zülfikar'dan başka kılınç yoktur ama Ali'den başka cavan yoktur, onu İbn Kesir getirmeyip, qayçılayıb. Bu kitabı yani İbn Kesir'in kitabını bir başka Selefi alimi Mustafa Abdülvahid tahkik edib. Araşdırıb da bunun sənədlərin. Mustafa Abdülvahid deyir ki mən bu məsələdə müraciət elədim İbn Hişamın öz sirəsinə. Görüm İbn Kesir oradan ki nəql edir, xəyanət eləyib ona ya yox, düz şəkildə nəql edib ya yox. Deyir ora baxdım İbn Hişamın sirəsinə. Orada yazılmışdı ki İbn Hişam deyir Hatif'ten ses geldi ki La seyfe illa Zülfikar ve la fata illa Ali. Zülfikar'dan başka kılınç yoktur. Ali'den başka cavan yoktur. Ve la nedri. Muhakkik Mustafa Abdülvahid deyir ki ben terk eləyə ben başa düşə bilmirəm. Limaza asqataha İbn Kesir. Görəsə İbn Kesir ne için bu hadisi yarımsı getirib? Yazır ki İbn Hişam sirəsində yazır ki Zülfikar'dan başka kılınç yoktur. Ali'den başka cavan yoktur. Bunu ne için İbn Kesir bunu saqet eləyib gətirməyib? Deyir mən bunu dərk eləyə bilmirəm. Dərk eləyə bilmirsən. Çünki bunlar Əhl-i Beyt-i Peyğəmbərə düşməndirlər. Bunlar Ali Aleyhisselamın məktəbinə düşməndirlər. Bunlar istəmirlər ki Ali Aleyhisselamın adı ilə bağlı bir dənə fəzilət bir yerdə nəql edilsin. Bunların Ali Aleyhisselamın adına allergiyaları var ona xatir. Çünki bu İbn Teymiye'nin şagirdi İbn Kesir. Allah Tebarək və Teala bizim hamılarımızı aqibət və xeyr eyləsin.